Əgər bizim qazilərimiz intihar edirlərsə, şəhid ailələri problemlərlə bağlı narazılıqlarını bildirirlərsə, cəmiyyətdə işsizlik, qiymətlərin artması, maaşların, pensiyaların aşağı olması, uşaq pulu verilməməsi, bütün bu problemlər xalqın vəziyyətinə xəbər verir, yoxsa yox? Təbii. Bugün ölkədə siyasi məhbuslar var. Niyə ölkədə Azərbaycan kimi bir ölkədə xalqın bu qədər tolerant, dözümlü, əslində qalsa bir-biri ilə də yola getməyə meyilli olan Azərbaycanda bu qədər siyasi məhbus olmalıdır? Yəni, bu məsələlər həll olunmalıdır. Biz milli birlik istəyiriksə, bu məsələlər həllini tapmalıdır. Siyasi məhbuslar azad olunmalıdır. Sosial-iqtisadi problemlərin həllinə addımlar atılmalıdır. Elə problemlər var ki, asanlıqla həll edilə bilər. Həll edilməlidir. Və təbii ki, mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşma azadlığına əməl edilməlidir.